Salam əleyküm, əziz və hörmətli dostlar. Umarım ki, yaxşısınız. Yenə də bir ayrı gündür və bir ayrı saat gələk kitab oxuyaq. Görək ki, nə olur. 130-cu səhifədən hangi kitabdan oxuyuruq? Hünər-i Cəng kitabını oxuyuruq ki, Son Tizonun Çinlinin yazdığı kitabdır deyirlər. Və bu 2000-3000 ilin öncə bu kitab deyirlər yazılıbdır. Nə qəd düzdür, nə qəd yalandır. Kitab yazanların, tarixi təhrif edənlərin boynuna. 130-cu səhifəyə yetişdik və 10-cu fəsli oxuyuruq. Əgər iştibah eləməsəm ki, umarım bəli iştibah eləmirəm. 130-cu səhifədən başlayaq və oxuyaq. Betor کلی ikinci paragrafdan oxuruq. Deyir ki, Betor کلی هنگامی که همه لشکر در یک محل مستقر است، فرمانده افسران پرشور و شجاعی را که با چالاکی و قدرت ممتازند انتخاب می‌کند. Deyir bir əfsəri nədir seçərlər? Deyir ki, diqqət buyurun, orduda düzdür ki, orduda şey yoxdur, deməzlər ki, sual eləməzlər. Amma bu silsilə məratibdir. Yəni, ya başda bir nəfər olar, ya bir neçə nəfər olar, onlar dəstur verərlər, gəldikcə nəşayə itaət azalar. Yəni, üzr istəyirəm, sual soruşmaq azalar. Amma üstə o günəcən ki, sualı, nə deyərlər, bir fikrə çatmayıblər, sorğu-sual olunar. Amma elə ki, o fikrə çatdılar, ondan sonra sorğu-sual olmaz. Və onu icra elərlər. Düz də olsa, qələt də olsa, onu gərək ki, də oldu. Əlbəttə, bunu deyək, əgər bir zaman bilsələr ki, düşmən bunları salır təliyə və bunlara xəsarət deyəcəkdir, ordu çəkilər dalıya, qoymaz xəsarət alsın. Yəni, əgər əmdən özlərin vurarlar ki, iştibah elirik, düşməni tovlamaq üçün. Hətta adamları ölər, mümkündür 10 nəfər, 20 nəfər, 50 nəfər ölümə verələr. Ta düşməndən məsələn neçə min nəfər cıralar ya bir şey alarlar, böyük bir imtiyaz alarlar. Amma hər halda orduda çox aşağı səviyyədə çox orduda insanların zirəhliyinin üstünə bunun heykəlin üstünə hesab edərlər. Hətta mənim yadıma gəlir, düzdür mən uşaq idim, amma məsələn şah zamanı bəzi adamların boyu bir neçə santimetrdən aşağı olsaydı onu maaf elərdilər. Ya ayağının altı düz olsa maaf elərlər, nə bilim falan. Çünki o şeylər ki, bir dənə ordunu zəif elər, onları aradan aparmağa çalışırlar. Onun üçün deyir ki, ordu sülh dövrəsində fərmandeh onlar ki, o adamlar ki, həyəcanlıdırlar, vətənpərəstdirlər, cəsurdular və çalak, yəni çox zirəhdirlər, hoppulub durandılar. Deyir, bunlardan seçərlər əfsər ünvanında. Yəni, bunlar fərmandeh olarlar. Sağ olun dostum. Və ba təvəccüh به فتوحات نظامیشان در رأس همه قرار می‌دهد. Və onlar bundan belə ki, onlar hangi savaşda nə qədər udublar, nə qədər düşməni uduzubdur. Yəni, indi türkçədə bunun lüğəti yenmək və yenilməkdir. Dostların biri bu günləri mən dünən bir balacə bir mətn yazmışdım. Yazmışdım ki, Turan dövlətində təsahül və təsamuh dini olacaqdır. Yox, elə bu, nəinki orada biz İranda elə bu iki lüğəti eşitmişik, bunun türkçəsi yoxdur ki, bizdə yoxdur ki, yoxdur, ha dostlar, bunu deməyim. Amma çünki biz elmi oxumamışıq dilimizi, bu cür bəhslərdə, öz dilimizdə bəhs edib o lüğətləri işlətməmişik, farsı olduğu üçün farsı işlətdik. Mən də elə bunu ərəbcə lüğətdə təsahül və təsamuh səhlidəndir. Səhl yəni qolay tutmaq, rahat tutmaq, hətta desək yumuşaq gəlmək. Təsamuh da səmh sözündəndir, yəni bağışlamaq. Bir yol. Elə mən bunu təsamuh yazmışdım. Nəzərimə deyir, hamı bunu düşünər. Dostlarım biri yazdı ki, mən bunu baş tapmıram. Nə mənədir yazmışsan? Türkçəsini yaz.
Onda bildim ki mən şusteşuyu məğzi bu cür olur. Mən bunu o qədər türkçəsini bunu eşitməmişəm. Bilmirəm Türkiyədə nə deyirlər, Azərbaycan Cümhuriyyətində nə deyirlər. Bunun gəlmişəm ilə eşitdiyim sözü işlətmişəm. Yəni mən əslində Farsın dili ilə danışıram. Onun baxışı ilə danışıram. O halda ki bizim özümüzün baxışımız olmalıdır. İndi də bizim bəzi sözləri elmi sözlər gərək tapaq. Yəni məsələn fərzən bu bir kitabdır ki ordu haqqındadır, savaş haqqındadır. Savaş özü bir termindir, bir dərsdir, bir dövrədir. Bunun özünün döşkürası var, foqu döşkürası var. Yəni aşağıdan tutmuşlar. Yaxşı ki şah zamanı İranda savadlı yox idi və farsı bilən yox idi. Hər kəs 9-u olsaydı adına sikli deyə başa xalva qoyurdular. Filan kəsin sikli var. Məsələn bizim famililərdə bir nəfərin sikli var idi. Əlbəttə bir nəfərində məndən qabaqçı dövrə uşaqlar. Yəni məndən bir nəsli qabağın adamlarının məsələn biri Allah rəhmət eləsin duayı cənabları ailəsindən bir yol o dərs oxumuşdu, getmişdi, özünü yetirmişdi. Danışıqda davasazlıq oxurdu, dava dərman. Amma ondan sonra məsələn bir dənə sikli var idi bizim familidə, tanıdığımız kətdə filan da. Yəni kolli famililərdə, kətdə filan bir dənə sikli var idi. Və ondan məsələn hamı söyünürdü. O halda ki belə deyil. Yəni bu orada o dövrdə savadın olmamağı və ha belə farsı bilməmək idi. İndi də hər elmin özünün bir sözləri var. O söz ilə danışarlar. Bu söz ki nizamidə gedir, orduda gedir. O söz düzdür ağzımızda gündəlik işlənə bilər. Amma o söz mümkündür ki o mənada olmayacaq ki, gündə işlədirik ya riyaziyyatda, ya fizikdə, ya şimidə, ya döktürlükdə, həkimlikdə, ya o birisi hüquqda, nə bilim, şəhərçilikdə, fulanda işlədirik. Əslən mümkündür bunlar olmayacaq. Vəli deyir ki, o zaman nə cür seçərdilər? Baxardılar, görərlər bu o adamı ki seçdik, biraz zirəhdi, bədəni güclüdür, boyu uzundur, bu adamın hərəkətləri çox qıvraqdır, qıvraq səri. Bunları hangi davada nə qədər düşməni yeniblər, şikəst veriblər farsça, yıxıblar, udublar düşməni. Onu fərmandeh elərdilər. İndi də biz baxacaq görək ki, milli hərəkətdə də biz dəqiqən buna getməliyik. Baxacaq görək ki, kim orduya getməlidir, yəni savaşmalıdır, kim yazmalıdır, kim çox fikir ürətir, kim çox fəlsəfə ürətir, kim çox strateji ürətir, kim çox yaman-yoğuz ürətir. Yəni bunlara baxacaq və bunların üzü ilə adamlara yer verəcək. Yoxsa elə hər kəs bunları milli hərəkətə, Azərbaycan milli hərəkətinə girdi, deməyəcək ki, gəlsən mən başımı halva eləyim səni. Ya məsələn, bəzilər insanlar ziddi Azərbaycandırlar, ziddi türkdülər, ziddi azadlıqdırlar, ziddi demokrasidirlər. Niyə ki, bunların mənfəətləri, mali mənfəətləri bağlıdır farsların mali mənfəətinə. Farslar nə cür baxsalar Türkə, nədən xoşları gəlsə, bunlar da onu qırıldayacaqlar. Bu da düz deyil. Bu da düz deyil ki, biz bu cür adamlar çalışaq ki, özümüzdən olsun. Onda özümüzü toğuluruq. İndi filan kəs bir dana məqam gətirib dünyada. O zamandan ki, bu Azərbaycan yolunda çalışmır və Azərbaycançılığıyla heç olmasa dalda da himayət eləmir Azərbaycançılığı, onu biz özümüzdən hesablaya bilmərik. O Panfarsın adamıdır. O Panfarsın siyasətlərini aparır. Bunlar da özümüzü toğlamayaq. İndi mən bunu üst örtülü işarə elədim. Dostlar, hər kəsə bunu demək olar. Ad çəkmirəm, bilirsiniz də niyə? Çünki mən ad çəkməyi sevmərəm normalda. Çünki şəxsidən danışmayaq. Mən qabaqdan demişəm, bəzi şəxsilər var ki, biz baxacaq bunların gəlirinə. Bunların gəliri bağlıdır dövlətə, bağlıdır panfarsizmə, bağlıdır puluna. Bunlardan intizarımız olmayacaq ki, mənim kimi ki, bağlı deyil, ya özümü satmıram. Yəni mən deyə bilirəm ki, məsələn, Amerika səslərində deyəm, mən tövbə edirəm, iştibah eləmişəm, gələm orada biraz oturam Azərbaycan əleyhinə danışam və ayda 8-9 min dolar alam. Amma mən burada salim olsam gedirəm Trakın dalısında tireli sürücünə
saatlar, 20 saat otur maşının dalısında ki bir dənə yükü buradan ora aparasın, sənə bir 100 dolar, 150 dolar pul verərlər, qoyasın cibinə geçsinəsən. Bir də var ki, gedəm orada oturam, sübdən axşama 2 dənə xəbər yazırlar, mən işlədiyim üçün deyirəm. Gündə axşama 2 dənə xəbər yazır, ayda da 8.000 dolar pul alır. Yəni günə xududən yap azalanda, günə xududən 300 dolar pul alır. Evində də oturur. Yəni evində də deməyə oturur, gedir bir yerdə, istəyir də oturur. Yemağın, içmağını da gətirir, yeyir, içir, rahat gedir. O cür deyil. Anha برای تأسیس یک گروه ویژه جمع می‌نمایند. Bir dənə vijə qruhu düzəltmək üçün mən bunu dəfələrcə dostlara demişəm. Məsələn, bizim ehtiyacımız vardı ki, yazarlar qrupumuz ola. Yəni məsələn, bu günləri biz istəyirik Farsistanda bir dənə fikri dövlət səviyyəsinə aparaq. Bunu tək-tək yazmaqla olmaz. Gərək bunu məsələn bizim yüzlər nəfər yazarlarımız bilərlər ki, bax bu günləri ya bu həftə ya bu ay bizim stratejimiz budur ki, bu sözü aparaq səviyyə, milli səviyyə. Bu sözü aparaq milli səviyyə deyəndə yəni türklərin içinə. İkinci mərhələdə budur ki, bunu farsların içinə aparaq. Üçüncü mərhələ budur ki, bunu aparaq şeyincə. Bunun üçün bir qrup olmalıdır. Məsələn, bir 300 nəfər yazar bizim heç olmasa, indi varımız şükür olsun. Yəni mən heç olmasa bunları bir 50 nəfərin yazılarını oxuram. Gündə bunların yazılarına baxaram. Hansısa mənim də marağımı çəksə, onu oxuyaram. Təbii ki. Hətta müxalif də olsa. Məsələn, bu keçən günlərdə filan kəsin haqqında çoxlu yazılar yazılıbdır. Mən onların bir çoxunu oxumağa çalışıram, görürüm ki, dostlar nə cür baxırlar. Mən dostlar üçün infiradi adamların, bireylərin üzündə dayanmıram. Bireylər mənə əhəmiyyəti yoxdur. Mənə Azərbaycan və Azərbaycanın azadlığı, istiqlalı, hüququ uğrunda gedən insanlar mühümdür. İştibahlar da mənə höşürmür. Çünki bilirəm, hər insan insandır, hər insan iştibah elər. Niyə ki, elmi, savadı, mütaliəsi, təcrübəsi, sinni, iqtisadi durumu, bunların hamısı insanları məhdud saxlar. Nə qədər bunlar genişləsə, insanın zehni genişləsər, baxışı genişləsər, nə qədər dar olsa, insanın da zehni dar olar. Yəni, əgər mənim əlim cibimə yetişmir, təbii ki, mən kitab oxuyamayacağam. Yəni, bunlar ya az kitab oxuyacağam, ya bəzi kitablar oxuyacağam ki, məsələn, qədimi kitabdılar filan, yəni internetdə məsələn müftədirlər. Gedib pul verib taza kitab ala bilməyəcəm. Zehnim də alayım qalacaqdır. Bunlar hamısı bir-birinə bağlıdır, yəni. Onun üçün bir dana insan, bir dana fikri yetişəndə ya bir nəfər, hətta deyək biri mənə məsələn tohin edir. Mən onu fori şey eləmirəm. Yəni demirəm ki, bu adam məsələn, yox, tüm məndən müxalifdir, tohini ki deməyək. Tüm məndən müxalifdir, bu adamı gələk silah. Yox, belə bir şey yoxdur. Çünki hər kəsən bir sahədə o birisilərdən yaxşı fikirləşə bilər. O sahədə biz bu adamın fikirlərini çox görürük. Hər halda. Biz də bu cür şey, az hər 10 nəfər, 1 nəfər və az hər 10,000 nəfər, 1000 nəfər o bərməkdir. Elə bu cür deyir ki, hər gələni işə alasın. Deyir ki, hər 10 nəfərdən 1 nəfər seçərlər, hər 10.000 nəfərdən 1000 nəfər seçərlər, hər 100.000 nəfərdən 10.000 nəfər seçərlər. Yəni 10 nəfərdən 1 nəfər. Biz də bu cür gərək baxaq deməyək ki, hə, filan kəsdir, onun gələk. Məsələn, mən görürəm, birdən futbolda filan kəs bu günləri traktora görə belədir, o şey, bu günləri müxalifdir, o da o cürsü. Yox, bu cürsü işlər eləməyək. Bizə bir dənə şey, Azərbaycanın mənafi, milli mənfəəti, türklərin milli mənfəəti. Türk deyəndə biz fəqət Güney Azərbaycandakı türkləri demirik, fəqət Qəşqailəri demirik, fəqət türkəmənləri demirik, fəqət İran odlanı. Bəlkə biz türk deyəndə hər kəs ki dünyada özün türk bilir, onu türk bilir. İndi İran dövlətinin burada brainwashing sistemi bizə türkləri nə cür tanıtdırıbdır, bunları qoyacaq kənara. Hər kəs ki belə düşünmür, yəni bu adam panfarsizmin içindədir, qurbandır. Və bu panfarsizmə xidmət edənlərlə türk xidmət edənlərin fərqi var. Shang Yu adlı biri deyibdir ki, anti در نبرد اساسی است این است که گروه‌های نخبه را به صورت گروه فعال جلودار به کار گیرد. Deyir, savaşda da belədir. Diqqət buyurun, deyir ki, o şey ki bir savaşda önəm daşır, bu deyil ki, mənim nə qədər silahım var falan. Yox, deyir ki, nüxbə adamları seçəcək. Nüxbə nə deməkdir? Farsça söz olur. Moxdan bəlkə gəlir, bilmirəm, amma nüxbədir, bilmirəm, yəni nə mənə. Əslində, nüxbə seçilmiş adamlar. Seçilmiş adamlar. Cami-i şünasidən nüxbənin mənası olardı ki, ya sərvətləri çox-çoxdur, yəni sərvətlilərin içində çox məşhur adamdılar.
Ya savadları çoxdur, yenə də savadlarının içində məşhur adamdırlar. Ya idarə sistemdə yuxarı səviyyədədirlər, ya orduda yuxarı səviyyədədirlər, ya da mollalıqda yuxarı səviyyədə. Nuxbə bunlardan ibarətdir. Yəni nuxbə hər adama deməzlər. Bir zaman ki, məsələn, İranda danışgah yox idi, hər kəs danışgaha gedir, nuxbə olurdu. Çünki millətdən ayrılırdı, savadı, baxışı, dünya görüşü fərqli idi. Buna nuxbə deyirlər. Niyə sərvətlilərin yuxarı sərvətlilərə deyirlər nuxbə? Çünki bunlar o birislərdən fərqlidir. Bunlar yönətərlər. Buna görə deyirik. Məsələn, bir dənə ustad danışgah nuxbə hesabı olurdu bir zaman. İndi yox. Çünki İranda indi ustad danışgah normalda lümpəndirlər. Normalda. Yəni 100 dənə ustad, deyək İranda 50 min dənə ustad danışgah var. Məsələn deyək. 50 min dənə danışgahın heç olmasa 49 min dənəsi lümpəndir. Bu rahatlıqda deyil. İranda 1 milyon müəllim var. Dəbiristan, Kolləndə müəllim, amuzluq pərvərişin müəllimi var. Bunların 990 mini, ya şayət yox 900 mini lümpəndir. Bunlar nuxbə deyirlər. Nuxbə fərqli işlər görər, fərqli düşüncə yaratar. Nuxbə. Mümkün iştibah olar. Məsələn, deyək ki, mücahidini xalqı düzəltdilər nuxbələr. İştibah bir fikir ola bilər, ziddi Azərbaycan ola bilər, amma Azərbaycanlılar bunu düzəltdilər. Ya Hizb-i Tudəni, ya filanı, ya Bəhmanı düzəltdilər, bunun üçün işlədilər. Bunlar nuxbədirlər. Mümkün də Azərbaycan fikrinin düşməni olublar, amma nuxbədir. Kəsrəvi nuxbədir, filan kəs nuxbədir, Bəhman kəs, hətta Səttarxan nuxbədir. Çünki o işi ki, heç kəs görə bilmirdi, görübdür. İndi bunun sonucu bizim zərərimiz olub, xeyrimiz olubdur. O nuxbənin düşüncəsinə da şeydir, o məqtəyi tarixidədir. Yəni biz bu günündən, bəlkə biz də Səttarxan dövründə olsaydıq, o işi görərdik. Çünki oradakı məlumat ki, ələ gəlirdi, mənafi ki, ələ gəlirdi, filan Bəhman onlara bağlıdır. Nuxbə, onun indi milli hərəkət, ərdəşdəcə nuxbəni seçirlər ki, neçə min nəfərdən bir quruh düzəldirlər, 100 min nəfərdən 10 min nəfərlik adam seçirlər, bunları elirlər, bunlar nuxbədir. Bunlar niyə nuxbədirlər? Bundan ötürü. Və surəti quruh-i fəal-i cəlodar. Bunlar öndə gedirlər, düşmənlə savaşırlar, düşmənə ən mühüm zərbələri bula vururlar. İndi bizim Güney Azərbaycanda nuxbələrimiz kimdir? Nuxbələrimiz olardı ki, ciddi yazılar yazırlar. Adamlara hop bulmurlar, buna daş atım, ona söyüş verim deyirlər. Fikir vermir, biri nə deyir desin, mən işimi görüm, mən düşündüğümü aparım qabağa. Bir var, bilirsiniz, bir nəfər birdən sizdən sual soruşur, bir dənə gözəl sual soruşur. Siz buna cavab verirsiniz, o birisi deyir ki, yox, elə deyir, belədir, bir dənə fərqli sual açır, sizi əsli sualdan çıxartdı. Azərbaycanın istiqlalına görə danışırsınız, birdən biri deyir ki, məsələn, Amerikanın istiqlalı var, nə olsun? Məsələn, Azərbaycan, məsələn deyirəm, bu günləri dostların biri soruşdu, mən də ona cavab yazdım, o cavabdan bir şey düzəldəcəm, yayam. Məsələn, soruşubdu ki, niyə Xavərmiyanədə məmləkətlər günü-gündən kiçik məmləkət olsun? Mən orada bir dənə bir şey yazmışdım ki, Qəşqai bir millətdir və iradəsi var. Mən milləti fars kimi tərif eləmirəm, fərqli tərif edirəm. Millətin dili birdir, dini ola bilər ki, fərqi ola, ya hətta dilləri də ola bilər, fərqi ola. Amma böyük bir kütlə bir dildə danışır. Bunların özlərinin bir şeyə, məsələn, türkluğa deyirlər, biz türküq. Biz türküq. Yəni, biz fars deyilik, bunu deməkdir. Biz ərəb deyilik, biz bəris deyilik, biz türkəmən deyilik, biz erməni deyilik, biz yahudi deyilik. Biz türküq. Bu bir. İndi dedim, türkün ermənisi də var içində, yəni məsihisi. Məsələn, Təbrizdə ermənilər var. Amma bunlar türkdülər. Bunlar erməni deyirlər ki. Yəni, bunlar erməni, Məsihdirlər, amma türkdülər. Din olaraq ermənilər, amma insan olaraq və insanın kimliği, mədəniyyəti türkdülər. Təbrizli türk, məsələn, deyək. Amma məzhəb olaraq və dilləri ola bilər bir ayrı bir şey olur. Amma türkdülər. İndi ehsas-ı müştərək, müstəzən işi hisslər var. Bu üçün türk özü bir hissidir. Mən bir hissim vardır. O deyirəm, mən özüm bir millətim. Torpağı var, torpağının sınırı var, sərhəddi var. Bəllidir, bu torpaq haradan haracan mənimdir. Bunun üstündə savaşmağa hazırdır, ölməyə hazırdır. Bu, o toprağın varlığıdır. Məsələn,
İstəyirlər Qəşqayı üstanı bölərlər neçə üstanın arasında. Görürsünüz, daimən savaş çıxır. Bu yer mənimdir, o yer mənimdir. Bu nə mənədir? Deməkdir ki, burada bir milli hissi var torpağa. O zaman ki, məsələn, Qəşqayilər torpaqların üstündə lorlarla, ərəblərlə, ya hər kəslə, farslarla savaşırlar, onda Azərbaycanda demir ki, o Qəşqayı türküdür, onun torpağı mənə mühüm deyil. Yox, bu o hissi müştərəkdir. Mənim nəzərimdə ən böyük şey iradədir. Milli iradə. Yəni, bizim hamımızın iradəmiz budur ki, Azərbaycan dalı qalıbdır. Bunu düşünmüşük. Bu da hissidir, yenə də. Azərbaycan dalı qalmayıb, özü qalmayıbdır. Bəlkə bunu saxlayıb biri. Bunu biri Azərbaycan dalı saxlayıbdır. Kimdir? Fars dövlətidir. Bu bir hissidir. O zaman ki biz bunu bildik, bu cür bir şeyləri qabaqda gedirik. Yazarlarımız, siyasi fəallarımız, mədəni fəallarımız, hüquq fəallarımız. Məsələn, mən bunu illərdir deyirəm, bir belə vəkil var Azərbaycanda. Hamısı da Azərbaycançılıq eləməyə çalışırlar. Çünki buradan çörək çıxacaqdır. Deyəndə ki, mən Azərbaycanlıyam, mən özümün müşkülüm olsa, gedirəm bu vəkili, getmirəm bu vəkilə ki, deyir, mən panfarsam. Çünki deyirəm, bu vəkil Azərbaycancı da heç olmasa. Mənim cibimdən bir pul çıxacaq, o getsin cibimdə Azərbaycanlının cibinə. Niyə getsin panfarsın cibinə? Diqqət buyurun, bu önəmlidir, bu da milli hissidir. Bizdə yenə bu hissi olar. Deyirik ki, məsələn, Azərbaycan və türk cinsi alaq. Oradan ki, mümkündür, farsların cinsini almayaq. Amma bəzi cinslər var ki, farslar bunu alıblar əllərinə, bizi onu tolid eləyəmirik. Məsələn, maşın. Amma paltar desən, başmaq desən, şokolad desən, nə bilim, qapqataq desən, hər nə mənə ki, bizdə də vardı, onları öz malımızı istifadə edirik. Niyə gedək, farsların malını alaq və onu kullanaq. Bunlar noxbəliqdir və bunların işi qabaqda gedib düşmənə zərbə vurmaqdır. Əvvəl bizim özümüzü həyəcana gətirəcək, dedik sərbazları, onları seçərlər ki, həyəcanları var. Ciddidirlər, vətənpərəstdirlər, millətpərəstdirlər, bunları seçərlər. Ondan sonra bunları deyərlər ki, gedin, siz düşmənə əvvəl zərbəni vurun, sonra məmuli sərbazlar gəlsin. Bizlərin də nüxbələrimiz iqtisadda malın, sərvətin oradan ki mümkündür Farsistandan gətirəcək Azərbaycana. Biz bir məqtəy tarixidə kətdən, şəhərdən köçmüşük, getmişik Tehrana, Simnana, Kərəcək, hər yerə. İndi biz Günaz TV-də bunun üstündə danışdıq. Mən özümü deyirəm, bunun üstündə, yəni mənim təəssübüm var buna. Gəlin gedək Azərbaycanda belə bir çıqqılı otaq düzəldik, amma düzəldik. Bu hissi yaradaq görür, mənim vətənimdir. Çünki qeyd etməsək, yaratmasaq, o mənim vətənliyimdən çıxır. Ora pulumuzu 100 min tüməndə qoysaq, 100 min tümən orada pul qoyuruq. Məsələn deyirəm, ağacın biri neçədir, deyək ki, 10 min tümən, 20 min tümən, 50 min tümən, 100 min tümən. Bir dana 10 dana ağac alıram, aparıram, əkirəm orada. Bu mənim o ağaçların vasitəsi vətənə məni düyünlürük. Bağlanıram vətənimə. Bir də insan gedibdir, Araz sayında, orada, burada, nədən ötürü bilmirəm. Ağacı sındırır, yerə od vurur. Bunlar bilsələr də ziddi vətəndilər, bilməsələr də. Mən demirəm düşməndilər. Amma bunlar bilmirlər vətən yanı nə mənə, ərzişin bilmirlər. Bilmirlər ki, vətən ibarətdir o qəmişdən, o sudan, o ağaçdan və bu insandan və bunların hamısının birliğindən. Bilmirlər ki, o qədər ki, Urmu gölü bizə mühümmüdür, elə o ağac da mühümmüdür. Çünki ağac da o vətənin bir parçasıdır, Urmu gölü də bu var. Necə Urmu gölü aradan geçsə, baxın, niyə Kanada gözəldir? Əsən bunu soruşaq, niyə Amerika gözəldir, niyə Avropa gözəldir? Əvvəl bunu soruşaq. Niyə bunlarda yağış var, bizim məmləkətdə yoxdur? Çünki bunlar ağac əkiblər. Ağac əkiblər. Hər yer ağaçdır. Əgər bir dana ağac elirlər, üzrəm, bir dana ağac kəsirlər, yerində 4 ağac əkirlər. Meşələri burada da qırırlar dünyada. Hər yerdən çox burada meşələri qırırlar. Tüm meşələrdə çox yekə meşələri vardı, ağaçları gelib göyün özünə, qatına. Amma bunlar hər bir ağac ki qırırlar, 4 danasını əkirlər. Cəlib budur ki, məsələn, geçsən burada restoranda işləsən, saati işləyəcən 15 dolara, ağac əkənə verirlər 25 dolar, 30 dolar saatına.
Adam gedir çöldə, həftə ilə qalır çöldə, 15 gün qalır çöldə, ağac əkir, 15 gündən sonra bir həftə gəlir evində istirahət edir. Ağacı əkir. Biz hamımız meyvə yiyirik, azdan çoxdan. Bahalı, ucuzdur. Mühüm deyil. Mühüm bu ki, meyvə olsun. Mühüm deyil ki, bu şik olsun. Hər nə qədər meyvə şik olsa və böyük olsa, yəni bu ki, bu qədər bizim bədənimizə qeyri-təbii meyvə gedir. Çünki bizim kətdəki meyvələrimiz şik deyil ki. Dava dərman vurmasaq şik deyil. Çox belə təbii, qurdu da var, filanı da var, bəhmanı da var. Biz o qurtlu yerin dişləri qatarıq, şeylər, o birisi yerini yiyərik. Bu meyvəni alır. Mən hətta Türkiyədə olanda belə, Kanadadakı belə bir şey çox azdır. Türkiyədə olanda gedərdim, o almalar çox büzüşükdür, meyvə ki çox büzüşükdür, çiçikdir, onları alardım. Niyə? Çünki o təbiidir. Bəllidir ki, buna filan şeylər dava dərman vurmur. Siz bunu yeyirsiniz. Vətən ibarətdir bunlardan dostlar. Vətən göydən gəlmir. Vətən söz deyil. Vətən o torpaqdır, o insandır, o ağaçdır, o heyvandır, o qurtdur, o ayıdır, o doğuzdur. Yəni doğuz bizim vətənimizdir. Biz bunu silməməliyik. O iti döyməməliyik. O ağacı yandırma. Adam gedib ağacı qoyubdur ağacın şeyinə, ağacın içi bəlkə çürüyübdür biraz, amma ağac diridir, yarpaqları gömgöydür. Gedib ağacı yığıb bunun içinə od vurubdur, ağac içəridən yanır, üstdən tüstü çıxır. Məsələn, nə mənə istəyirsən görsədəsən? İstəyirsən görsədəsən, çox ağıllı bir insansan, yox, çox gözəl bir iş görürsən, yox. Qətən və qətən sən bu məmləkət xiyanət eləmişsən. Biləsən də xiyanət eləmişsən. Axı, bəzi vaxtlar bilərək xiyanət elərik budur ki, məsələn, mən gedirəm, bir fars mediasında işləyirəm, gəlirəm, yazıram ki, ölüm olsun Azərbaycanlılara, türklərə filan yerin adı da Qarabağı Kuhistanidir, ya Nagorno Qarabağdır və Azərbaycanlıların deyil. Burada mən xiyanət edirəm, çünki bilə-bilə getmişəm bir yerdə pul alıb bunu yazıram. Amma bir də var ki, məsələn, getmişəm bir yerdə səvinirik, küf uçuruq filan, bəhman, orada da bir ağaç lazımdır ya, evindən kömür apar. Məhəllədə belə sınıqsal ağaç var idi. Onlardan getcinən götür, apar, yandır. Gedəndə özümdən bilginən ki, mən gedirəm çölə ət bişirəcəm. Özümdən kömür apar, özümdən ağac apar. Niyə gedib ağaçları sındırırsan? Ağacın göm-göy qanadını sındırır. Ağacın sındırmaq fəsli var. Yəni, bir fəslində gedərlər ağacın qanadlarını kəsərlər. Ki, bu gələn il yaxçı meyvə gətirsin, çox meyvə gətirsin. Amma bunu hər zaman kəsməzlər. Və hər ağacın hər yerini kəsməzlər. Və ağacın kötüyünə əsla zərər verməzlər. Ağacın qabığını ki soydun, o ağac quruyar. Mərizlər əslində. Dünyada elmidir ağac saxlamaq. Vətən saxlamaq da elmidir, dostlar. Vətəni bilmək, vətəni düşünmək, vətənçi olmaq öz elmidir. Bu üçün mən hər kəs türkdə ona ehtiram qoyacaq. Hətta məndən müxalif olsa. Fəqət bu qədər. Mümkün də türklüğün bilmir. Amma mən ki bilirəm o türkdür. Məncə də ona ehtiram qoyam. Vətənçilik budur. Vətənçilik bu deyil ki, hamı bilə türkdür, sən də biləsən türkdür. Onun da bir ərzişi yoxdur ki. Vətənpərvərlik, vətənçilik odur ki, çox adam bilmir türkdür, çox adam bilmir bura vətənidir. Onlar sənin qabağında düşmən kimi rəftar edirlər. Amma sən deyirsən, çünki sən bilmirsən, rəftarsan, mən sənə aşiqəm. Mən səni mənafiyindən difa eləyəcəm, vətənindən difa eləyəcəm. Burada nöqbə olursan. İstədim nöqbənin anlamını deyəm. Deyir ki, İnkar əvvələn əzm ma ra در جنگ cəzm کنید. Əvvələn bizim iradəmizə, əzm iradə, istək. Bizim istəyimizi bu işləri görsək, ağac əhsaq, insanlarımıza çox hörmət eləsək, savadlaşmaqlarına köməklik eləsək, dili çox qolay və rahat öyrətsək, çətinliyə salmasaq, bunlar bizi neynər? Bizi düşmənlə savaşmaqda istəyimizi çoxaldır. Saniyen guruhay məzkur az tondi və tizi düşmən mikahən. Sonra da bunlar düşmənə ki, hücum elədilər o zirək sərbazlarımız, savaşlarımız, məsələn, mücəssəmələri yandırırlar, qumda mücəssəmələri yandırırlar. Nə əcəba biz həman işi Təbrizdə, Urmiyədə, Zəncanda, Qəzmində, Tehranda görmürük? Nə əcəba? Niyə məsələn?
Nə olubdur? Üzümüzə bir dənə maskı vursaq, gecə qaranlıqda getsək, bunun üstünə bir dənə qırmızı rəng atsaq ki, getməyəm. Ya qərə bir rəng atsaq, getməyəm. Nə o? Kim bizə nə deyə bilər? Desinlər əslən. Quruhay məzkur əz tondi və tiziyə düşmən. Düşmənin qabağına siz çıxırsınız, ondan savaşırsınız, düşmən çəkilir dalıya. Siz gündə yazırsınız, əleyhə, pan-farsizm, pan-iranizm falan. Görürsünüz ki, ustad danışqahlar da danışırlar, farslar deyirlər, elə dəyib, elədir. Heç olmasa türkləri tovlamaq üçün gəlin belə deyək. Çətin budur ki, bir dəfə o sözü deyərlər, 2 dəfə deyəndən sonra, 2 dəfə deyəndən sonra fikrə çevriləcək. وقتی یکی از این شرایط حاصل می شود لشکر در خط şikəst mi yoxdur? Əgər siz onlara həmlə eləyəsiniz, onları dala oturdasınız, çətini onlar biraz dala oturuncandır. Siz həmlə eləsəz, onlar qoymasa sizi tovlasın, siz həmlə eləsəz, onlar şikəst zəncirə kimi bir-birinə bağlıdır, gedəcəkdir. İndi məsələn, biz bəzi intixabatda nümayəndələri gəlirlər, bizdən rəy almaq üçün deyirlər, sonra biz bunu unuturuq. Dedilər, biz də çəkirik dalıya. Yox, dostlar. Ondan sonradır ki, bizim işimiz başlanır. Hani, hey bunu deyirsən, hani sən deyirdin ana dili rəsmi olacaqdı. Sən deyirdin dərs oxunacaqdı. Nə oldu, niyə olmadı? Ona gündə o haqda məqalə yazmalıdır. Həm də bir nəfər yox. Məsələn, deyirəm ki, fərz buyurun bizim 300 dənə ya 500 nəfər yazarımız var. Bunların hərəsi gündə yox, həftədə bir dəfə ana dili haqqında məqalə yazsalar. Hətta qıcıqqılı, bir dənə Twitter haqqında, tweet əndazəsində, tweet böyürlüğündə bir mətni yazırlar ana dili haqqında. Görün ki, il başı 25 min, 50 min, 100 min məqalə gələr fəqət ana dili haqqında. Bu bir dənə zehniyyət yaradar, atmosfer yaradar. فرمانده در بررسی دقیق این 6 şərt məsuliyyət əzimi bər iqtidara. 6 dənə şərt ki, oxumuşduq, onları deyir ki, onları böyük bir onun öhdəsinədir. در نبرد چهره و رخساره مناطق میتواند عوامل مهم موفقیت باشد. Yerin üstünün nəcürlüğü. Çehre və rüxsarə deyəndə insanların üzü gəlir. Bədəninin paltarı gəlir, təmizliyi gəlir. Baxın, dostlar, köhnə paltar önəm daşıyır. Mühüm deyil ki, bu köynək 10 illikdir. Mühüm budur ki, bu təmiz ola. Dostlar baxanda bunun buradan tir şaxsan ya. Mühüm deyil ki, mənim səqqəlim var ya yoxdur. Mühüm budur ki, əgər səqqəlim var, bunu daramış olam, təmiz ola. Burnum təmiz ola, başım təmiz, daramış olam, təmiz ola. Mühüm budur ki, şık giyinəm. Mühüm bu deyil ki, kravat vuram. Mühüm budur ki, təmiz olam. Başmağım təmiz olsun, ayağım təmiz olsun, iyi verməyim, falan eləyəməyim, bəhman eləyim. Ya məsələn, əgər qəralda bir dənə iyi verim, daha bir gözəl iyi verim. Məsələn, bir ətirdən, ot kolundan filandan vurum. Mən demirəm gedin ot kolunu alın, bahalı ot kolunu, lazım deyil. Bəmuli, məsələn, portaqalı da üstüvə çıxsan, lağən bir meyvə iyi verərsən, beləsi deyim yəni. Tər iyi verməzsən. Ağzından iyi gəlməsin, adamlarla danışanda məhəbbətlə, insaniyyətlə danışsın. Bu elə, nədir? Çehrə-çehrə insanlarda da bu cürdür. Üzbə-üz. İnsanların üzü, geyimi, bunlar mühümdür. Amma biz yerin də üzü ilə, gözü ilə, yəni məsələn, Qəradağ dağlıqdır. Bunlar bizə mühümmüdür. Dərəliqdir, dağlıqdır. Bu çox mühümmüdür. Məsələn, bəzi yerlər duzluqdur. Bəzi yerlər, yəni şorabalıqdır. Bəzi yerlər Güney Azərbaycanın Urmuc gölünün ətrafı kimi həm şorabalıqdır, həm duzluqdur, həm də quraqlıqdır, həm də vətən aradan gedən bir yerdir. Az əvamil mühim müvəffəq. Bunları diqqət eləsən, bilsən, mühüm amildir. Mühüm amildir ki, sən bir cümləni yazırsan, filan kəsi, əcəba bu adamı incitsək, bizə xeyri var, yoxsa bu adamı incitməsək xeyri var. Bu adam indi Azərbaycancı deyil, amma bəlkə 5 ildən sonra bu Azərbaycancı olar. İndi bunu Azərbaycanla düşmən eləyək ya eləməyək. Bunlar mühümdür, bunları düşünməliyik. به همین دلیل از جمله هنرهای فرمانده قابل ارزیابی وضعیت دشمن و محاسبه فواصل و نیز شناسایی میزان دشواری‌های زمین به نحوی است که بتوان پیروز شد. Dostlar, diqqət buyursunuz, hey mən burada fars dilinin qaideləri hələ düz yerinə oturmayıb. Hətta dünən gecə bir məqalə oxudum, döşdür.
İsfahanlıdır, haralıdır, bir döhdürdür, ondan bir məqalə, ustad danışqahdır. Ondan bir məqalə oxurdum ki, fars dili haqqında yazmışdı. Mən də ona görə bir şey yazdım ki, fars dili təkmil olmayıbdır, qoydum, dostlar ora baxsalar görərlər Instagramda. Fars dili 100 ildir tamam millətlərə təhmil olur, milyardılar dolar. Yəni fikir edin ki, bəlkə 50 milyard dolar, yox, çox, ilə 1 milyard amuzaj pərvərişə pul xərcləmirlər. Bəlkə hər il 10 milyard dolara yaxın amuzaj pərvərişə pul xərcləyirlər. Amuzaj aliyə pul xərcləyirlər, pezeşkiyə pul xərcləyirlər. Bunlar amuzaj sistemidir. Mühəndislər, bunlar hamısı amuzaj sistemi. Danışqa və mədrəsə. İndi danışqa olur, pezeşki də bunun içindədir. Hər şey bunların içindədir. İldə heç olmasa, deyək ki, 10 milyard dolar buna xərcləyiblər. Keçən 100 ildə qoysaz, elər 1000 milyard dolar buna pul xərcləyiblər. Keçən 100 ildə. Ən azı, yəni sıfır desəz, 1000 milyard dolar fars dilinə pul xərcləyiblər. Hala dünən deyirəm, o ustad ədəbiyyat farsı, mən özüm də onun məqalələrini oxuydu, gördüm, məsələn, birdən o ərəb dilində bir E var, səs, E səsi var. Muzafin iləkdə gələr. Onu görürdüm ki, bir dənə məsələn Həsəni məsələn Ərdəbili, məsələn. Orada bir dənə Həsəni, bir dənə da ona yaxın qoyurdu, olurdu Həsəni Ərdəbili məsələn. 2 dənə var axırda, ayrı-ayrı özdə. Görürsən ki, burada farsın qaydələri yoxdur da, hələ qaydə. Yəni bu dil qaydə, dil deyil. Çünki bu dil hələ bir dil olmayıbdır, rəsmi dil deyil. Üstündə türk dili belə deyil. Türk dilinin qaydələri var. Bəllidir. Yazılışında bir cürdür, danışında bir cürdür. Bilirik, məsələn, danışıqda bəzi sözlər ayrı, hərflər ayrı hərfə görə əhbər ola bilər. Əkbər ərəbcədir, bizdə əhbərdir. Bəlkə bunu bəzilər daxil qıssaltmaq da var. Qıssaltmaq əbər. Məsələn, deyə bilər. Əbər. Orada əhbər oldu, əbər. Ehtiyacı yoxdur biz. Məsələn, Məhəmməd biz, ərəbcədə Muhamməddir, bizdə Məmməddir. Biz lazım deyil bunu gələk ərəb kimi deyək. Bizim dilimizin qaydası var, ərəb Məmməd, Türkiyədə də Məmməd deyirlər. Fəqət Həzrəti Məhəmmədə Məhəmməd deyirlər. Ondan sonra hamısına Məmməd deyirlər. Məmmədəli. Bunlara diqqət yetirməliyik. İstədim deyəm, fars dili qayda dili deyil. Onun üçün burada deyir ki, bir fərmandehi, qabil fərmandehi, yəni çıxarlı. Çıxarlı bir fərmandehin işlərindən biri budur ki, neynəsin? Həm düşmən olduğu yeri, vəziyyəti, ruhu, şəraiti, bunların hamısını salsın, hesablasın, çıxsın. Çünki biz düşməni tanımasaq özümüzü eləyə bilmərək müvəffəq olaq. Deyibdir da bu kitabda, neçə şeyi tanımalıyıq? Bir özümüzü tanımalıyıq, bir düşmənimizi, bir də harada savaşırıq, nə üstündə savaşırıq, şərait nədir? Şəraiti cəvvi, yəni göy, yer, hava, cəvvi bu göy, hava. Yer, torpaq nə vəziyyətdədir? Sudur, körpüdür, dağdır, daşlıqdır, qumluqdur, suluqdur, bunlar mühümdür. Əgər bunları bilməsək, düşməni yenənmərik, yəni şikəst verənmərik. Yenilərik, yəni biz şikəst yiyərik. کسی که می‌جرد و نسبت به این عوامل معرفت کامل دارد به پیروزی مطمئن است. O adam ki bunları bilər, ondan sonra savaşacaq, mütməinnən piruz ola bilər. Və در مورد عکس نیز شکست در کمینه است. Bunun tərsində də əks tərsədir. Bizdə tərsində də bunun nədir? Şikəst deyər. Yenilər şikəst deyər. اگر وضعیت از جمله وضعیت‌های مساعد پیروزی باشد ولی حاکم دستور دهد که حمله نشود ممکن است در این امر استدلال‌های مربوط به حساب نیاورده باشد. Deyir ki, əgər vəziyyət müsaitdir ki, siz piruz olasınız, amma fərmanda yox. Siyasi məqam hər kəsdə o dəstur verir ki, həmlə eləməyin. Deyir, mümkündür, onun dəsturunda bir şeylər ki, gərək hesaba gələydi, hesab gəlməyib. Bunu bir dəfə də deyim. Dostların biri bu günlərdə soruşmuşdu. Mən yenə də yazmış ki, siz xiyal edirsiniz. Dostlar, dünyanı xiyal özünə qurarlar. Xiyal qurmasan, dövlət quramazsan. O adamlar ki, dünyanı aparıblar qabağa, onlar xiyal qurublar. Məsələn, əvvəli insanlar
xiyallarında uçublar. Uçmaq üçün bir xiyal qurublar, buna yol axtarıblar, axir uçublar. Təyyarə ilə, quşla, hər nə ilə uçublar. Məsələn, Qaliçe-i Süleyman, Qaliçe-i Pərəndə-i Süleyman adında bir şeylər, nağıllar eşitmişik da. Məsələn, bu nədir? Xiyaldır. Amma bu xiyal sonucunda gedir. Məsələn, Amerikalılar, Avropalılar gəliblər, romanlarında xiyal qoyublar, neçə 80 fərsəx zirə zəmin. Yerin altında, neçə 80 fərsəx edə bilmirəm, indi 40 kilometrlər, nə qədər edirlər yerin altında. Fərsəx bilmirəm nə qədərdir, ona görə deyirəm ki, 40 kilometr, bəlkə az, bəlkə çox. Xiyal quracaqsan. Vətən quracaqsan, mənim vətənim hardan haradır? Bunu xiyal eləyəcəksən. Deyir xiyal, istəyirsiniz bir şey ələ gətirəsiniz, onu o qədər xiyal eləyin ki, onun tamam cüz'iyyatını biləsiniz. Biləsiniz, bax, burada mən vətən dediyim filan yerdə mərzi filancadır. Filan yerində Kürt var. Kürtlər bizim vətəndaşımızdılar. Türk deyil, amma vətəndaşdır. Yəni, mənim toprağımda yaşır. Mən bu yeri nə cür onların əlindən çıxadacağım? Düşmən gəlib, oraya köçüb gəlibdir, özünə çıxa bilər. 5-10 ildən sonra, 20 ildən sonra düşmən, əgər istiqlalı 20 iləcən olmasaq, məsələn, Kürtlər deyə bilirlər ki, Urmiya bizimdir. Biz oranı nə cür özümüzə çıxmalıyıq? Sınandaş dostlar deyirlər. Əgər vaqəən ora bizimdir, oranı nə cür ələ keçirməliyik? Mən, məsələn, bunlara teorim var. Mən, məsələn, bir çox dostlara dedim ki, siyasi işlərə girişməyin. Gəlin, gedin orada, əmlakı açın, bağları, kətlərdə, bağları, zəmiləri, Kürtlər ki, köçürlər ha. Onların bağlarını, zəmilərini alın, satın bizə. Ağa, al, sat mənə də. Denən ki, ağa, mən burada bir əmlakı qoymuşam, torpaq satıram. Bu Kürt köçür, onu al mənə. Özdə şəhəri almayın, şəhər əsə bizim dərdimizi deməz. Bizim dərdimizə kət deyər. Çünki yer dərdimizə deyər. Şəhəri neyin yox, şəhər dərdi deyməz ki. به همین دلیل فرماندهی که در پیشروی به دنبال افتخارات شخصی نیست، دقت بگیرید شخصی نیست و در عقب نشینی در اندیشه پرهیز از مجازات نمی باشد، بلکه تنها هدفش حمایت و حفاظت مردم و خدمت به مصالح عالی حکومت است، برای دولت گوهر گرانبها است. O فرمانده، o Azərbaycanlı fəalçı. Diqqət buyurun, bu çox mühümdür. O Azərbaycanlı fəalçı, bir fərmandeh kimi özün gərək görə. Mən ya rəis cumhur özümü görməliyəm, ya vəzir görməliyəm, ya nümayəndə görməliyəm, ustandar görməliyəm, bir yerin rəisi görməliyəm. Mən bir nəfər özümü bu şəkildə ordunun fərmandehi görməliyəm, bir dərəcəli bir əfsər özümü görməliyəm. Görməsəz dostlar, xiyal özünüzü eləyənməsəz girməyin siyasətə. Özünüz əvvəl xiyal güclü olacaq. Özünü bir məqam, bir məsul bu Azərbaycan, çünki sən özün gərək deyəsən, mən Azərbaycana nə iş görə bilirəm? Bu oldu məsuliyyət. O zaman ki bunu soruşur, ondan sonra bu işin haqqında mən nə işlər apara bilirəm qabağa? Biri yaza bilər, biri maşın düzəldə bilər, biri ixtira eləyə bilər, biri sata bilər, biri turist gətirə bilər, biri nə bilim, ordu işlərində, hər bir işdə bir iş görə bilər. Vətənə xiyal quracaqsan. Deyir ki, o adam ki, xiyal elədi ki, mən şəxsi mənfəətim üçün yox, vətənim üçün, millətim üçün, dövlətçiliyimiz üçün. Hakimiyyət burada ali, hökumət ali, ali ya hökumət, yəni ki, dövlətçilik. Bax, Azərbaycanın dövləti yoxdur, amma dövlətçilik aradan getməyibdir. Bizim dövlətçiliyimiz aradan getməyibdir. Biz pis yayaqçı, Qacar hakimiyyətimiz var idi, çox da gözəl idi. Fars hakimiyyətindən mən dünəncədə bir məqalə yazdım ki, istibdadi səğir haqqında suallar soruşmuşam dostlarımızdan, hər kəs başarsa cavab versin. Biz bir Qacar hakimiyyətimiz var idi. Sonra bizim bir Azadistan adında məmləkət qurmuşuq. Dövlətçiliğin davamıdır. Sonra Pişəməri dövlətçiliği dövründə dövlət qurmuşuq. Sonra bir ayrı dövlət qurmuşuq. Sonra inqilab gəlib. İnqilabda bu cür bir hərəkətlər olubdu. O cümlədə qanun əsasıya bunların yerləşməyi ana dilinin Azərbaycanın dəyənəyi gücünədir. Türklüğü gücünədir. Dövlətçiliği və o zaman da xudmuxtarlıq bəhsi olubdu. Deyim yaxşı, o zaman bəhslər olundu. O zaman da xudmuxtarlıq bəhsi gəlmişdi. Mən ki uşaq idim, bunun yadıma gəlir bəhslər, yadıma gəlir. Mənim 13-14 yaşım var idi, amma yadıma gəlir bu bəhslər olurdu.
Qanun əsası yazanda bir dünya bəhslər gəldi. Azərbaycanın danış edələrində, mədrəsələrində bəhs oldu. Bizim dövlətçilik məsələmiz var. Dövlətimiz indi yoxdur, amma dövlətçilik var. Dövlətçilik fikirdir, düşüncədir. Turançılıq fikirdir, düşüncədir. Deyir ki, əgər şəxsi mənfəətinin dalısında və iftixarlarının dalısında olmur, mənə desinlər, İnsaf Əli yaxçı adamdır. Bunu deməsinlər. Heç deməsinlər. Əslində, neyniyəcəm, nə dərdimə deyil. Mənə çörək olmur, bir şey olmur. Vaqiyyət deyim, dostlar. Mən indi çox şeylər yazıram, yazmıram siz oxuyasınız. Ya danışmıram siz oxuyasınız. Yazıram, gələn nəsillər oxusun. Çünki mən buna mötəqidəm. Bizim nəslimizin 4 nəsl əlan yaşır. Bir mənim dədələrim, nənədədəm nəslidir. Onların beyni dəyişməz. Onlarda heç ümid yoxdur. Onların beyinləri daş kimidir, elə daş kimi də qalacaqdır, öləcəklər. Çünki bunların beyni də dəyişməz. Bunların beyni o şey ki, brainwash deyirik, beyinləri yuyulubdur, şəkillənibdir, ağac kimi ki, da qocalandan sonra onu sındır, əyə bilməsiniz. O da sındır, ya gərəkəsə sən atasan, ya da qala özü, ondan gedir qabağa. Hər zaman da öləcək öyle. Bir o nəslidir. Bir mənim nəslimdir ki, heç olmasa %99 brainwash olmuşuq və onun üstündə yaşırıq. Bizlər də gərək gözləyəsiniz, bizlər ölək. Bir də bir nəsl var ki, məndən sonra mənim balalarım nəslidir. Onlar da yarı məndən bir şeylər örgəşiblər, yarı oradan, buradan. Biraz da, onlar bizdən 100 pay yaxçıdırlar. Yəni, müqayisə eləmə olmaz. Çünki onlar türkçüdürlər. Bir də var ki, taza uşaqlar ki, mənim nəvələrim, nəticələrim doğurlar. Bunlar bizim əsli amacımız onlardır. Mən onlar üçün danışıram, mən onlar üçün yazıram. Onlar gələcəklər. Görək, İnsaf Əli adında deyilən bir adam var idi. 100 il bundan qabaq bir şey yazmışdı. İstiqlala görə bir kitab oxudu. Türkçülüğə görə bir kitab oxudu. Savaşa görə bir kitab oxudu. Orada öz nəzərlərində deyirdi. Görək, bu nə deyirdi? Mən onlar üçün danışıram, mən onlar üçün yazıram. Və bilirəm ki, onlar siyasi əndişələrində bir gün gələcəklər. Deyəcəklər ki, İnsaf Əli də belə bir iş düşüncəsi var idi. Bunun üçün biz gələcəyi görməliyik. Keçəcəkdə mənim dədələrim, Qacar imperatorluğu, Səfəvi imperatorluğu, hangisini deyirsiniz deyin. Nə faydası? Bu günlər mən müstəmiriyim. Bu günləri mənim dilimdə mədrəsə açmaq gücüm yoxdur. Demirəm onları bilməyək, onları da bilək. Amma bu günləri mən dünyanı dəyişdirməyə çalışmalıyam. Təbii ki, onları bilsəm ki, onlar nə cür çalışıblar, mən də çalışıb yıxa bilirəm, dəyişdirə bilirəm. Əgər bundan da qorxmayayım ki, məni mücazat eləyəcəklər. Deyir ki, dər əndişəyi pərhiz az mücazat neymi başlayır. Bunun da fişini deyir ki, məni mücazat elərlər bu işi görsən. Mən bu yazını yazsam, mənə həmd edəcəklər. Həmd eləsinlər, nə eləyər? Deyir, onda nə olarsan? Sən bu milləti, o vətəni və dövlətçiliği qorumaqdan ötürü çalışarsan. Yox, əgər desən Həsənin xoşu gəlsin, İnsaf Əlinin xoşu gəlsin, Mahmudun xoşu gəlsin, Nasirin xoşu gəlsin, qutardı sənin işin. Sən özgələrin xoşundan ötürü çalışırsan. Vətən, dövlətçilik, millət üçün çalışmırsan. Sən çalışırsan ki, 2 nəfər sənə çəpiyi çalsın. Əgər çəpiyi çalmayandan ayrıhan da olursan, çəpiyi çalmasalar, təpiyi atsalar, onda da küsürsən hər şeydə. Bizim küsmə haqqımız yoxdur. Biz seçənəklərimizə küsmək haqqımız yoxdur. Belə bir yazıb çinin fərmandeyi nəf tələb miyiz? Belə bir fərmande mənfəəti üçün çalışmır. از این قبیل فرماندهان بسیار کم میتوان یافت. belə bir فرمانده az tapa bilirik. نظر به اینکه چنین فرماندهی مردان جنگی خویش را همانند فرزندان خود تلقی میکند، دقت بگیرید، اینان نیز فرمانده خود را در ژرفترین دره‌ها همراهی میکنند. deyir ki, fərmande öz sərbazların, öz millətin, öz balaları kimi bilər. Balaları da, yəni millət də onu öz əzizləri kimi bilərlər. Ən çətin yollarda onlarla gedərlər. فرمانده با آنان چون پسران مورد علاقه خویش رفتار می‌کند. فرمانده milləti ilə, adamları ilə özünün sevdiği uşaqları kimi
Adam uşaqlarını sevər. Hər kəs desə ki, uşaqların fərqi yoxdur bir-biri ilə, yalan deyir. Hər uşağın bir gözəlliyi var, bir sevməli yeri var. Mənim 4 uşağım var, 2 nəvəm var. Bir nəvəmi bir cür sevirəm, o birisini bir ayrı cür sevirəm. Fərqlidir. Hərəsində bir şey vardı məni eşqə gətirir, həyəcana gətirir. Evladlarımı da hərəsinin özünə görə sevirəm. Demirəm ki, bununki ondan çoxdur, onunki bundan çoxdur. Sevməyi ölçmək olmaz. Axı mən deyim, məsələn, uşaq idim, mənə bir də nənəm ya famililərimiz deyər, məni nə qədər sevirsən? Qucağıma atarım, bir belə. Mənim nəzərimdə bir belə deyəndə, elə bir bu dünyanı alıram qucağıma, yerləri, göyləri alıram qucağıma. Axı, amma ölçmək olmaz ki bunu. Uşaq səni güldürür, yanına rahat eləyir. Bunu ölçmək olmaz. Ölçmək imkanı yoxdur. Həm o qəmin qüssəsini ölçmək olmaz, həm də o sevdiğin ölçmək olmaz. Amma fərqlidir. Hərəsi fərqlidir. Hərəsində bir şey var. Hərəsi bir şeylə sənə həyəcanı gətirir. Hərəsi bir şeylə səni narahat eləyə bilir. Li Xuan گفت اگر فرمانده افراد خود را بدین گونه عزیز بدارد حداکثر کار را از آنها میکشد. Əgər fərmanda öz adamların əziz saya, uşağı kimi tuta, onlardan istədiyi işləri onlardan gördürə bilər. Biz də gəl millətimizi, yazarlarımızı, siyasetçilərimizi, oyuncularımızı, nə bilim, sinemaçılarımızı, nəqqaşçılarımızı, karxana sahiblərini, pul sahiblərini bu tür sevaq, onlardan istədiyin işi çəkə bilirik. Amma gərək dövrələrini boş qoymuyor. Düşmən onların daimən dövrəsindədir. Biz gərək onların düşmənin yerini alaq. بدینسان ویکند شو فقط یک کلمه میگفت و سربازانش احساس میکردن که به لباسهای ابریشمی گرم ملبس شدن. دیر فلان فرمانده تحت bir kəlmə deyəndə sərbazlar deyərdilər ki, eyvay, eləmiş mən ipəkdən geyinmişəm. Siz gərək bu cür millətin canına geçəsiniz, ürəyinə geçəsiniz ki, onlar siz danışanda deyərlər ki, bax, mən bunu istəyirəm, bax. Mən bunu istəyirəm, bax, bu sözə nökərəm, qurbanam, bu sözün yolunda ölümə gedərəm. Beləsi olmalıyıq. Toma adlı bir stratejist deyibdi, 132-ci səhifəni oxuyuruq. در دوره امپراتوری جنگاوران وقتی ووشی فرمانده بود ما همانند فرودسترین افراد غذا میخورد و لباس میشد. Deyir ki, bəzi imperatorluq dövrəsində savaşçılar, yəni onlar ki, herfeyi fərmanda etdilər. Dedim, biz özümüzü fərmanda görməliyik. Vəzir, rəis cumhur, rəhbər görməliyik. Deyir ki, o zaman ki, Vuşi adında bir fərmanda danışırdı özündən aşağıdakı adamlarla. Onlarla buna görə ki, onlar deyirlər bu bizdəndir. Onlarla yemək yirdi, onların paltarlarından giyirdi, onlar kimi ki yatırdı, onlar kimi dururdu. Əgər onların altında pəti var idi, məsələn pəti, bunun altında pəti də yox idi. Onların üstündə keçə var idi, bunun üstündə də keçə də yox idi. Məsələn deyirəm. Və در هنگام جابجایی لشکر سوار بر اسب نمیشد. Deyir ki, o üzbüyüzü də gedəndə gözləmirdi bunu maşından gəlib aparalar. Sərbazlar piyada gedirlər, bu da piyada gedirdi. Mənim özüm yadıma gəlir, Allah rəhmət eləsin, Bəqai adında bizim bir fərmandehimiz var idi, boyu da məndən kiçik idi. Bu bizi aparırdı amuzişə, o üzbüyüzə, şəhid oldu sonra. Bir yol. Allah rəhmət eləsin. Bu adam çox vaxt ayaqyalın gələrdi. Bizlə oturardı, bizlə yiyərdi, bizlə şuxluq elərdi, savaşda da, deyəndə də ki, bu işi görək, hamı sözünə baxardı. Və cirə-i zəxirə-i xud ra xudş həml می‌کرد. Əgər bir yük daşıyırdı, özü yükünü daşırdı. Və در سخت‌ترین کوشش‌ها و درماندگی‌ها لشکریان خود را həml. O zaman da ki, çətin idi. Yəni siz bu dizilərə də baxın. Məsələn, Osman, indi görürük Osmanın filmini var. Orada tamam savaşlarda özü savaşdadır. Daimən də yaralanır. Demir gedin savaşın. Mən sizə heç vaxt demirəm gedin savaşın, gedin vurun, öldürün. Amma özüm eləmədiyim işləri sizə demirəm.
O işi ki özüm görmüşəm və görürəm, onu sizə deyirəm ki, bu iş görməlidir. Çünki mən bu işi özüm görürəm. Zindana getmişəm, şikəncə olmuşam, savaşmışam, tutulmuşam, qaçmışam. Çətinlikdə yaşıram. Və deyirəm ki, vətən üçün çətinliklər gərək sizə bal ola, bal. Bal ola. Mən o zaman ki zindana düşmüşüm, mənim 4 uşağım var. 2 qız idi, biri oğlan. Biz də çətin vəziyyətdə yaşıyorduk. Azərbaycanın millətinin deyək ki, %50'sinin vəzi məndən yaxşı idi. Yaşam vəzi məndən yaxşı, %50'sinin. به همین دلیل مجموعه قوانین نظامی میگوید فرمانده باید نخستین کسی باشد که سهم خود را در انجام وظایف پرزحمت و کارهای مشکل‌بار ادا می‌کند. Qanun, ərtəşin qanunu bunu deyir ki, fərmandehçilərə əvvəlin adam olsun, ən başda gələn, ən öncədə gələn adam olsun ki, ağır işləri görür. Ve در گرمای تابستان çətr آفتابگیر خود را باز نمی‌کند. İsti vuranda özünü çətri tutmur başına. Və در سرمای زمستان لباس زخیم نمی‌پوشد و qışda da sərbazların paltarı yoxdur, bunun üstü paltarı var, olmaz. Məsələn, mənim yadıma gəlir, mən Niro intizamidə xidmət eləmişəm. Məsələn, toyuq bişirirlər, sərbazların hərəsinə qəraldı 150, 250 girəm gərək gündə ət verənər. Mən bunun qanunları zaten kamil oxumuşdum, yazmışam da polisdə də bunlar qalır. Görürdün ki, sərbazlara qəza veriblər, gətiriblər, 50 dana sərbazın bir dana toyuğu yoxdur, bir dana fərmandehin qabağına, bir dana dərəcidarın fərmandehin yox, bir dana toyuq diri qoyublar. Qərar edir o bir dana toyuq 8 dana sərbazın arasında bölünsün, ya 6 dana sərbazın arasında bölünsün. Getmişdi onun qabağına 6 dana sərbaz sümük suyu yeyirdilər. در محله‌هایی که خطرناک است قدم به زمین می‌گذارد. O yerlərdə ki xətərlidir, ayağını qoyur o yerə, yəni girir o meydana. و با پای پیاده پیش می‌رود. منتظر میماند تا چاه‌های لشکر حفر شود. دیگه چی منتظر البته burada yazıb mimanet amma nemimanet yazmayıbdı. Deyir, gözlür ki quyular qazılsın su çəkmək üçün. Və səfəs ab mi yaşamad, su içir. Muntəzir mimane ki, yəni istəyir ki, buna demir mənə gedin hər yerdən də su gətirin içim. Deyir, əgər qəral da ərtəş susuzdur, bunlar su qazacaqlar, sıxadalar. Yəni, əgər pul yoxdur, iqtisad gücü deyil, mən də bu millətin içində qalmalıyım. برای استقرار در جان پناه نیز صبر می‌کند. اگر bir پناه tutmaq lazımdır, bir yerə biz buna nə deyirik? Deyirik ki, indi farsda səngər deyirlər, amma biz buna sığınacaq deyirik türkçədə. Əgər bir sığınacaq lazımdır, gözlür ki, ondan qabaq almıcı. Çünki bir lider əvvəl millətini düşünər, sonra özü. Bu iştibahdır. Bizə bunu iştibah öyrədiblər ki, hər kəs öz ailəsini istəməsə millətini istəyə bilməz. Bu yalandır. Sənin ailən millətin biridir. Ailəni millət üçün, milləti də ailən üçün istəyəcəksən. Yəni, seçə bilməzsən. O zaman ki, sən gəldin, mənim ailəm öncə gəlir, hər kəs öz ailəsini saxlamasa, millətini saxlaya bilməz, onda sən millətdən qırıldın. Çünki tərifin fərqlidir. deyir ki اگر فرمانده نسبت افراد خود اغماض داشته باشد ولی قادر به استفاده از آنها نباشد و اگر آنها را دوست بدارد اما نتواند وادارشان کند که دستورش را اجرا کنند، اگر نامنظم باشند و وی نتواند آنها را در اختیار بگیرد، باید گفت که میتوان چنین افرادی را با بچه‌های لوس مقایسه کرد و آنها را بیفایده دانست. Deyir, indi bir dənə fərmandeh vardı ki, deyir, öz əlinin altında işləyənlərin xətaların görmür. İğmaz görməmək. Görür ha, amma görməməyə vurur özün. Amma bunun xətalarını görməyəcək mi? Onları da eləyə bilmir, onlardan iş çəksin. Deyir, ya onları sevir, amma eləyə bilmir. Onları məcbur eləsin, bu əmri itaat eləsinlər. Onlar görür ki, namunəzzəmdirlər. Amma onları eləyə bilmir, öz ixtiyarına gətirər. Deyir, bu əslində bu fərmanda bir tane Rus oğlandır, Rus adamdır. Və faydası yoxdur. Dostlar,
Yetişdik 133-cü səhifəyə və burada qaldı. Çünki 6 saniyəmiz qalır qutaraq. Sağ olun, sağ qalın. Yeni gündə görüşmək.